Salam değerli dostlar, hər birinizi xoş gördük. Təşkilatımızın təşəbbüsü ilə irəli sürülən savab layihəmiz davam edir. Çalışırıq ki, bu layihə çərçivəsində doğrudan da qayğıya ehtiyacı olan insanların yanında olaq. Və bugün 5 ailəni sevindirəcəyik. O ailələrdən elə 3'ü bu həyatda yaşayır. Doğrudan da bu ailənin dəstəyə, yardıma böyük ehtiyacı var. Zaman xanım, bilirsiniz ki, mən hər zaman sizin yanınızda olmuşam. Bugün də sizin yanınızdayım. Və istədim ki, 2 payı sizin ailəyə çatdıraq ki, siz də bizdən razı qalasınız. Bəlkə də elə bu payları təşkil edən bizim dəyərli qardaşımız elə ən böyük savabı bu payların bu ailəyə çatanda qazandı. Çox sağ olun Yasemin xanım. Sizə hər vaxt, hər zaman təşəkkür edirəm. Allah sizdən razı olsun. Sizə də dəstək verənlərdən Allah razı olsun. Mənim elə oğlumun 3 dənə balası var. Ona görə Yasemin xanım həmişə nəzərdə saxlayır. İl yarım dolu maşın vurub, sobayağı işləmədiyi üçün həmişə bizə kömək edirlər, dəstək verirlər. Allah hamımızdan razı olsun. Gəlin yaxşılıq edəyin, savab qazanaq. Savab qazanmaq üz ağardır. İnsan bu dünyasından o dünyasına pay toplayır. Savab adlı layihəmiz çərçivəsində yardımlarımız davam edir. Növbəti ünvanımız təşkilatımız tərəfindən hər zaman ziyarət olunan, hər zaman gücümüz çatan qədər diqqət və qayğı göstərdiyimiz Maysənin yanındayıq. Maysə, necəsən? Yaxşı, sizə. Əvvəllər o serebral iflicin müəyyən növündən əziyyət çəkirdi. Amma indi artıq Maysə ayaqdadır. Maysə öz ayağı üstə durur. Şükürlər olsun. Siz bizi sevindiniz. Allah sevindirsin. Allah uzun böyle. Allah bax bu payları təşkil edən qardaşın ruzisini bol eləsin. Amin.